Kimlərə 2 dəfə çox maaş ödəniləcək? Bax, bu xəbəri istəyirəm diqqətinizə çatdırım. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən istirahət, səs vermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq. Dəyişikliklər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində birinci oxunuşdan dəstəklənərək plenar iclasa tövsiyə edilib. Belə ki, həmin günlərdə əməyin vaxtdan muzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının 2 mislindən, əməyin işə muzd ödənilmə sistemində 2 qat işə muzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülübsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülübsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əmək haqqı ödəniləcək. Məsələn, əgər işçinin saatlıq tarifi 25 manatdırsa, həmin bu günlərdən birində işləməyə davam edibsə, 3 saat əlavə işdə olubsa, həmin saatlara görə 75 manat deyil, ən azı 150 manat maaş hesablanacaq.